Nə tərsiniz qaqalar? Saçma başıma baxmayın. Təzə durmuşam. Təzə durmuşam 1 saat falan olar. Gedirəm məşq eləməyə. Bir dənə də özümə juqut almışam. O günlərim getdim mola qaqa Decathlona. Burada nə qədər bonuslarım yığılmışdı. Getdim girdim bir dənə belənsə pulsuz juqut aldım. Bonuslarımı qıza dedim ki dəyiş. Dəyişdi orada mənim üçün tez bazar. Pulsuz parası, pul para da vermədim. İndi gedirəm məşq eləməyə. Məşq etməni. Əslində mən Barçovski juqut almaq istəyirdim. Bu güləşçilərin məşq elədiyi juqutlar ora belə yumru olur. Onlar fərqli olurlar. Onların məşq prosesi də fərqli olur. Ondan prosta burada tapa bilmirəm. Qaqa nə qədər axtarım yoxdur. Ona görə hələlik bundan aldım. Hələlik bundan aldım. Hələlik bundan aldım. Bəzi insanlar bəhanə eləyir ki, ay zala getmək lazımdır. Ay filan şey eləmək lazımdır. Boş şeydir qaqa. Məşq eləmək istəyən söz də deyənmədim. Mən də bu danışmağın üstündə məşq eləməyim lazımdır, praktika eləməyim lazımdır. Məşq eləməyi istəyən insan hər cürə qalxıb məşq edəcək. Həm gəlib prisidanyasını eləyəcək, turnik burusunu eləyəcək. Mən də bunu insanlara ən azından biraz motivasiyalarda, qaqa, motivation. Qaza gətirmə. Qaz ver, qaz ver, qaz ver. Bəlkə kimsə görüb indi həvəslənər məşqə başlayar, kimsə görüb həvəslənib xaricidilə başlayar. Mən də buna vəsilə olaram, nə xoş mənim halıma. Demə ən azından insanlara belənsə qaz verənə kimi özün Mamet dur hərəkət elə. 6-7 ayda qaqa məşq eləmirəm. O da bilirsiniz ki, dizimdəki olan problemlərdən dolayı. Düzdür, məncə o da bəhanə idi eləyirdim. Dizimdə problem var, əlin ayağın ki tutur, get əlvi ayağı işə, get turnik vurusu elə. Düzdür, biraz depressiyaya çöktüm. Lomkaya düşdüm də, yəni qış ayı konkretlə sönmüşdüm. Onun da ən böyük səbəblərindən birisi bu mənim fikrimdir şəxsən. Bir inkişaf eləmirdim. Yəni xarici dil öyrənməyə dayandırdım, kitab oxumağı dayandırdım, nəsə yeni bilgi əldə edinməyə dayandırdım. Yəni deqradasiya getdi. Bir sözlə tupoylaşma getdi məndə. İkincisi də ki məşq eləmədim. Bu şeylər olmadığında mən fikir verirəm ki, mən çöküşə başlayıram. Mənim üçün şəxsən 3 şey var ki, məni belə halsızlaşdırır, nastroyenimi pis eləyir, özümü heç yaxşı hiss eləmirəm. Bunlardan birincisi mən ibadət eləmədiyimdə özümü heç belə yaxşı hiss eləmirəm. Nə qədər də yaxşı mühitdə olsam, nə qədər pulum olsa, qəşəng məkanda olsam belə evi qəlbimdə nəsə var belənsən, rahatçılıq tapmır, bir puzzle tamamlanmır. Bu birincisidir mənim üçün. İkincisi bilikdir. Bilik əldə edinmədiyimdə mən, nəsə oxumadığımda, yeni bilgilər əldə edinmədiyimdə, git şeylərə zamanımı sərf etdiyimdə mən fikir verirəm ki, mən halsızlaşıram, yorğunlaşıram, heç nə eləməyə həvəsim olmur. Belə lomkada oluram bir sözlə. Yəni bilgi əldə edinəndə, nəsə xarici dil öyrənəndə, nəsə kəşf eləyəndə, nəsə oxuduğumda özümü belə yaxşı hiss edirəm. Mən bu günlərim artdiyə qaqanız inkişaf eləyir, qaqanız ağıllaşır qaqanız. Özüm belə ağıllı hiss edirəm. Hiss eləyirəm də, olmasam da amma helənsə hiss edirəm. Bu hiss də mənə gözəl belə, nətər deyim, hüzur verir. Üçüncüsü də ki, məşqdir. Məşq eləmədiyində, bu yəni faktdır ki, məşq eləmədiyində insan enerjili olmur. Çünki özünü zəif hiss edirsən, gücsüz hiss edirsən ki, həqiqətən də helənsi olursan, gücsüzləşirsən, halsızlaşırsan. Çünki gücün olmur. Məşq eləmək lazımdır buna görə də. Öz elədiyim səhvlərdən dərs çıxardım. Əslində bunları bilirdim. Bilə-bilə də yenə nəfsimə güc gələ bilmirdim də qaqa. Fikirləşirəm ki, insan övladıyıq, normal bir şeydir. Bəzən insan nəfsinə güc gələ bilmir, iradəsi güclü olmur, qalxıb hərəkət eləyə bilmir. Ki, məndə bu çox hallarda olub, amma gec-tez yəni istədiyimi eləmişəm, çox şükür. Mən iradəsi güclü insanam. Prosta bəzən olur da insan belə zəiflədiyi dönəm olur. O dönəmdə insan çöküşə başlayır. Bu həmin dönəm insanda baş verdiyində, çöküşə getməyə başladığında insan deyir ki, sabah başlayacağam, bu olsun başlayacağam, o olsun başlayacağam. Məsələn, adi məşqə başlamaq istəyir, paltarım olsun başlayacağam, pulum gəlsin başlayacağam, zala gedim başlayacağam, bir dənə nə bilim protein alım başlayacağam. Bu prokrastinasiyadır. İnsan yəni daha sonraya atkladывать edir. Yəni daha sonra eləyəcəm, o olsun eləyəcəm, bu olsun eləyəcəm. Nə qədər biz onu daha sonraya saxlasaq, o daha da bizim üstümüzdə güc sahibi olur. Yəni belə fikirləşin. Uyuşturucu istifadə edən insan deyəcək ki, sabah buraxım. Sabah dedikcə bugün istifadə eləyir və o onun üstündə daha çox güc sahibi olur. Buna əsla icazə verməmək lazımdır. Bugün səhər tezdən oyandıq. Nəyi gözləyirik sabah? Bugün nə dəyişəcək sabahlan başlayasan? Bu günlər gedin azından bir 5 dənə turnik elə. Turnik burusun yanına gəzə. 5 dənə turnik elə, 5 dənə burus elə. 5 dəfə oturdur prisidaniya ilə. Mən də indi xırda bir şeylərdən başladım. Yəni öz çəkimlə, rastaşka, razminka, qızınma, isinmə hərəkətləri belənsə, ən azından bədənim açılsın. Bir ay boyunca da sizə dəyişimimi çəkib göstərəcəm. Bu özümə də çox maraqlıdır. Çünki mən bilirəm ki, mənim bədənim tez inkişaf eləyir. Çox şükür yaxşı genetikaya sahibəm. Həm də uşaqlığımdan məşq elədiyim üçün bazı yəni var, təməl var. 4 yaşımda başlamışam idmana, üzgüçlüyə başlamışam. Daha sonra güləşlə məşğul olmuşam. Daha sonra futbolla məşğul olmuşam. Daha sonra futbolla məşğul olduğum dövrdə güləşlə məşğul olmuşam. Sonra getmişəm kickboksla məşğul olmuşam Türkiyədə. Bura gəlib kickboksla, boksla məşğul olmuşam, crossfitlə məşğul olmuşam. Yəni daima idmanla məşğul olmuşam. Düzdür, bu idmanla məşğul olduğum dövrlərdə ara da vermişəm. Məşq də eləmədiyim dövrlər də olub. Məsələn 3 ay, 5 ay belə aralı məşq eləmişəm. Amma yenə də təməl var. Ona görə də bir ay boyunca
elədiyim məşqləri, olan dəyişimimi sizə çəkib göstərəcəm inşallah. Ümid edirəm kimsənin it nəfsi qalmaz. Zəhləm getdiyim bəzi insanlar var. İt nəfslərini salırlar da üstümə də. Elə bir qabağa getməyimi istəmirlər, gözləri götürmür. Muhammed getdi qabağa, biz dalda qaldıq. Allah sizin nəfsinizdən qorusun. Əmin deməyən dillər qurusun. Mənə kim nə istəyirsə Allah ona 5 qatını yetirsin. Yaxşı bir şey istəyirsə 5 qatını yetirsin, pis bir şey istəyirsə 5 qatını yetirsin. Əmin. İndi gedin, gedin. Deyə cəmaət gəlib bax, məşq eləyir, qaçır. Əslində podyum aşağı qaçmaq, podyum dedim, podyum yuxarıdır. Spusk aşağı qaçmaq yaxşı bir şey deyil. Yəni üzü aşağı qaçmaq yaxşı bir şey deyil. Dizlərdə problem yaradır. Qaçırsanız əgər ürəyin yesə qalx, üzü yuxarıya qalx. Üzü aşağı qaçmaq nə var ki, buraxsan xalasta yatdın, özünə sürət yığa-yığa gedir. Əsas üzü yuxarı qaçmaqdır. Qaçmağı da məşq eləmək lazımdır. Biz ki, kişiliyin %90-ı qaçmaqdır. Gəldim bax beləsinə parkdır, ortasında göl. Evimdən 1 kilometr uzaqdadır. Hava beləncə bir dənə belə yuxarı ərazidir, yuxarı zirvə qalxmaq. Bir də hamı qaçır. Hava beləncə göldür, cəmaət çıxır buralarda məşq eləyir. Ləzzət eləyir, quşlar cəhcəh vurur, sən də düşmüsən məşq eləyirsən. Baxın qaqa, səhər-səhər cəmaət durub idmanını eləyir. Bizimkilər də yatır. Özdə belə dilləri, axot yoxdur, mən bəyənəm belənsə bəyənsin. Dedilər silikon qoydurlar. Təbii ol, nə qaqa, natural, özünüz olun. Sonra da oralarını buralarını dəyişirlər. Son belirləri, insan özünü sevməlidir, insan özünə dəyər verməlidir. Özünü sevirsən, gəlib özünü niyə dəyişdirirsən? Özünü nətər bax elə sev. Yox, buram xoşuma gəlmir, oran xoşuma gəlmir. Sonra gedib basıb bağlamaq ki, püləmək yalandan. İnsan özünü sevməlidir. İnsan özünü təbii sevməlidir. Düşüncələrini sevməlidir, yaşam tərzini sevməlidir. Olduğu kimi özünü sevməlidir. Olduğu kimi dedim, yəni get təbii dəyiş. Allah verib sənə bunun üstündə işlə. Beynin var, onun üstündə işlə. Yaxşı bədənin var, onun üstündə işlə. İdman bacarığın var, onun üstündə işlə. Yoxsa gedim iskustveni özümü dəyişmək. Brother, İndi deyəsiz ki, nədir ay Mamet, axırda lala döndün, danışmadın, videonu ASMR elədin. Yəni öz təbii səsi ilə saxladın da qaqa. Açıqcası Açıqcası məşq elədiyimdə mən mahnıya qulaq asmağı sevmirəm. Elə öz beynimdə olan fikirləri fikirləşə məşq eləməyi sevirəm. Ona görə də dedim özüm qulaq asmıram, sizə niyə qulaq asdırım qaqa? Danışmağı da sevmirəm, çünki məşqə fokuslanmaq istədim onda. Birinci məşqim idi. Ümumiyyətlə məşq elədiyimdə ona fokuslanmağı sevirəm. Hər nə iş görürəmsə ona fokuslanmağı sevirəm. İstəmirəm qıraqdan bir mane olsun, başqa bir şeylə əlləşim. Yəni bir əldə iki qarpız tutmayım da, məşq edirəm, məşqimi eləyim. Nədir? İstirahət elədiyimdə də kameranı götürdüm, buradan ora qoydum, oradan bura qoydum. Yəni beləsinə yaxşı məşq oldu. Açıqcası hər yerim xamlayıb. Bu dəqiqə var, cırılıram. Uca 3 gündür ki məşq edirəm. 3 gündür qaqa. Bax, qolumun altı, yəni krılom, məməm, çiynimin qabağı, qolumun qabağı da cırılıram da ağrıdan. Müvəqqətidir, bir ay beləncə olacaq təxmini. Plus minus deyirəm, bir ay, 2 həftə də ola bilər, 3 həftə də ola bilər. Amma çalışıram ki, hər gün eləyim, hər gün məşq eləyim. Yəni bu balansı saxlamağa çalışacağam inşallah. Allah bir xətə, bala, qəza, travma yaşatmasın. Əmin. Ümid edirəm sizə də belə motivasiya videosu olar. Motivasiya videosu kimi. Motivasiya deyil də həm özüm eləyirəm, öz elədiyimi paylaşıram. Yəni gündəlik vlog da deməyimi. Ənə istəyə belə içimdən gəldi paylaşıram. Bəlkə kimsə görüb həvəslənib o da məşqə başlayar. Beləncə ASMR videolar bu dağlıqda zətdə çəkəsən ləzzət eləyir adama. Nə bilim kabab bişirdiyin yerdə orada məşq eləyəsən, balta ilə odun qırasan. Nə bilim qaqa, bir ipə sap olasan da, bir ipə sap olasan nə də olar. Elə bir cümlə yoxdur. İynəyə sap olasan.
Mən fikir verdim, video montaj eləyəndə bəzi yerlərdə quşlamışdım, ağzıma gələr demişdim orada. Ağıllaşıram. Ağıllaşıram nədir Allah Məmməd, elə söz yoxdur. Ağıllanıram demək istədiyim. Sonra orada birində dedim ki, vəbşə dizimə görə məşq eləmirdim. Sonra deyirəm ki, o bəhanədir. Əlin qolun işləyir də Məmməd. Əlin qolun deməyə vəznə. İndi bax yenə çaşdım. Orada demək istədim ki, əlin qolun işləyir də, yəni əlin qolun tutur da, ayağın işləmir. Orada çaşıb deyirəm ki, əlin ayağın işləyir də Məmməd, get məşq elə də. Nəysə belənsə çox quşlayıram, çox da fikir verməyin. Özüm üçün elə Məmməd də belə fişəngləyirəm arada. Ümid edirəm videonu bəyəndiniz. Videonu 3 gün bundan qabaq çəkmişəm. 3 gündür video montaj eləyirəm. Düzəldirəm, alınmır, düzəldirəm, alınmır. Alınır əslində çox elə vaxt. Bilin, bəzən belə ilişirəm. Qaqa söz gəlir, ağzımın çıxacağında dayanır. O bilsiz nədəndir? Deyir, diş, dilin qabağına çəpərdir. Desanım. Bir dənə də söz var. Bax, müdrik sözlər deyirəm, amma bunları yadda saxlayın. Deyir, bir insan bir söz demədən qabaq, o 3 dənə qapıdan keçməlidir. Birincisi, bu doğrudurmu? İkincisi, önəmlidirmi? Üçüncüsü, qəlb qırmayacaq söz. Bunların üçü də varsa, o sözü dig etsin. Çox mənalı sözdür. Bəzən təbii gəlir, bədahətən içimdən gəlir, içimi tökmək istəyirəm. Yəni içimi paylaşmaq istəyirəm. Dərdimi sərimizlə paylaşmaq istəyirəm. Deyəsən Məmməd biz dərd deyənləyəni bizə qalıb sənin dərdin. Bəzən uşaqlar olur ki, yığırlar qaqa mənə bir dərdləşək də. Bir dəfə də yığın qaqa, gedək yeyib içək, gedək nə bilim sənə qonaqlıq verim. Hamı ancaq dərdin tökməyə yığır mənə. Yaxşı şeylərə yığın da qaqa. Və buradan bütün tanışlarıma, bütün nə qədər svəzdə olan, əlaqədə olan insanlar varsa, bax hamısına səslənirəm. Qaqa mənə dərdinizi danışmağa yığmayın. Bax xırtdaya qədər dərdim var. Hamının dərdi özünə böyükdür. Bəs durun. Bezdirməyin bu cəmaatı. Hamı yığır dərd danışım. Bir dəfə nə qaqa 10.000 pul qazanmışam. Məmmədyə gedib onu dağı yeyib içək. Avropa turuna çıxaq. Nə bilim kayf eləyək. Bəs durun da belə. Hamı dərd deyir. Zoflayacam dərdin içinə də, girib çıxacam dərdin içinə də. Onsuz dərdin içində elə. Nəysə qaqa, ürəyim açıldı. Mən də boş-boş danışmağa başladım. Boş verin qaqa, fikir eləməyin. Bir dənə də bunu deyim. Ən sonda videonun üstündə əziyyət çəkirəm. Videoya bir sonda like atın, bir dənə dınq. Abunə deyilsə bir dənə dınq abunə ol, yəni subscribe ya da abunə ol. İndi podpisatsa, hər nə yazılıbsa da, indi orada hansı dildəsə sizdə. Onu basın, abunə olun. Və salam, heç zət, ikisi bu. İkisi bu kifayətdir. Öpürəm sizləri, özünüzə yaxşı baxın. Növbəti videoda görüşmək üzrə.